Minimum pulla dünya turundayıq, ikinci gün. Bildiyiniz kimi Çində bütün ödənişlər Alipay üstündən aparılır və mənim Alipayımda problem yarandı. Gecə aeroportda qaldım. 7 saat uçuşdan sonra məcbur qalıb taksiyə mindim və taksiyə $6 pul verdim və hostelimə doğru yola çıxdım. Burada hər şey internet üstündən olduğu üçün internet almaq məcburiyyətində qaldım. Alipayım işləmədiyi üçün internetə $40 yaxın bir aylıq pul verdim. Otelimin pulunu qabaqcadan ödəmişdim və gəlib hostelimə çıxdım. O qədər çox yorulmuşdum ki, gələn kimi yatıb 4-5 saat dincəldim. Amma hostelim həddən artıq gözəl idi. Həqiqətən çox xoşuma gəldi. Həm təmiz, həm də şəraiti möhtəşəm idi. Otaq yoldaşlarım da Çinlilər olduğu üçün həqiqətən çox təmizdilər. İndiyə qədər həmişə ərəblərlə qalmışam, amma indi Çinlilərlə qalmaq məni dəhşətə saldı, çünki həddən artıq çox təmizdilər. Təbii ki, otelin videosunu sizə ətraflı çəkib paylaşacağam. Lakin bu qısa videolarla sizi tanış etmək istədim. Bu duş otağı idi, ayaq yolusu var. Hər şey möhtəşəmdir. Bildiyiniz kimi yolda olanda mən pulu TikTok canlı yayımlarından qazanıram. Lakin izləyicilərimdən biri eşitdi ki, TikTokda canlı yayım aça bilmirəm. Ona görə çox sağ olsun, $30 bir kömək göndərdi mənə və pulumun üstünə $30 ilk gündən gəldi. Və bu izləyicim də adını vermək istəmədi. Biraz dincəldikdən sonra şəhərə çıxmaq istədim. Çünki həqiqətən hal-hazırda burada zaryadka adapter problemim var. Bizim normal başlıqlar burada heç bir elektrik yuvasına qoşulmur, girmir. Ona görə nə qədər axtardım, lakin bayram ərəfəsi olduğu üçün yollar boş, bütün yerlər bağlı. Belə oldu. Qiymətlər isə həqiqətən münasibdir. McDonald's-da 2 manata, 3 manata yemək əldə edə bilərsiniz. Bu aksiyaları görüb sizə göstərmək istədim. Təbii ki, bunların hamısının qiymət videosu daha sonra gələcək. Çində neçəyədir, nə neçəyədir, hamısı gələcək. Deyə bilərsiniz, yeməyə pul, hələ yeməyə 1 manat belə pul xərcləməmişəm. Çünki hələ özümlə gətirdiyim yeməklər xarab olmayıb və onlarla qidalanıram. Artıq otelimə keçirəm, biraz da dincəlib, sonra yenidən çıxıb adapter başlığı axtaracağam. Bu videomuzda bu qədər. Bu da mənim hostelimin olduğu yer və məkan möhtəşəmdir.